Bugün Azərbaycanın şəhid milli qəhrəmanı Yuri Kovalyovun mövlududur. Yuri Kovalyov 1965-ci ildə 29 mayda Göyçay rayonunda doğmuşdur. Ailəsinin işi ilə bağlı Bakı kəndi Nizami rayonuna köçən qəhrəmanımız Nizami rayonunda orta məktəb bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmətdə hərbinin peşəkar sirlərinə yiyələnən qəhrəmanımız 1-ci Qarabağ müharibəsində polisin xüsusi təyinatları kimi döyüşlərə qatılmışdır. Bir çox uğurlu əməliyyatlarda iştirak edən qəhrəmanımız düşmənin kabusuna çevrilmişdir. 1991-ci il 3 oktyabrda qəhrəmanımızın son döyüş oldu. Kəşfiyyatdan qayıdan qəhrəmanımız düşmən pususuna düşərək qəhrəmancasına həlak oldu. Bu günlərdə milli qəhrəmanımızın məzarı ziyarət olunaraq Muğam mərkəzində qəhrəmanlıq xatirəsinə həsr olmuş tədbir keçirildi. Biz də Milli Qəhrəmanlar Təşkilatı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı veririk. İnşallah haqq dünyasında qəhrəmanımızla görüşmək Allah bizə nəsib edər. Allah rəhmət etsin.